Təsirinci sənət fənni üzrə 11 may tarixində keçirilən sınaq nömrə 2-dən. Deməli, burada da biz 40-cı suala baxırıq. 40-cı sualda Azərbaycan manatının ilk eskizlərinin müəllifi, yəni Nizami Gəncəvi və Məhəmməd Əmin Rəsulzadənin rəsmləri təsvir olunmuş 500-lük və 1000 manatlıq pul əskinazlarının eskizləri kimə aiddir? Əlbəttə ki, xalçaçı rəssamımız Eldar Mikayılzadəyə aiddir. Onu da sizə vurğulayım ki, Eldar Mikayılzadə hal-hazırda Azərbaycanda yaşayan rəssamlarımızdan biridir. Və sonda bunun altına xətt çəkərək demək istəyirəm ki, Azərbaycan rəssamlarının içərisində öz əsərlərini imzalamayan rəssamlarımızdan biri də elə Eldar Mikayılzadənin özüdür. Və bunu da növbəti videoda özü sizə səbəbini deyəcək. Arxamdakı xalça, Leyli Məcnun. Mən necə deyə bilərəm ki, mənim əsərimdir. Əvvəldən artıq günaha batırsan, təkəbbürə düşürsən. Füzuli olmasaydı bu xalça olmayacaqdı. Üzeyir Hacıbəyev olmasaydı olmayacaqdı. Səttar məhz bir sənəti gətirməsəydi olmayacaqdı. Lətif Kərimov xalça gətirməsəydi olmayacaqdı. Yəni, nənəm olmasaydı olmayacaqdı. Yəni, artıq 5 dənə şərikim var. Oldu biz. Ortaq biz. Yəni ki, bir sənət adamdır, yəni bu mənim əsərimdir. Artıq orada şübhə var. Sənət, mən sözünü sevmir. Həmişə ortaqdır. Öz tarixindən, öz mədəniyyətindən, səndən qabaq yaşayan sənətkarlarla, onlar olmasaydı sən olmazdın. Ona görə sənət müştərəkdir.